Talih 100 vermiş. Yəni biz də şirkətlərə gedib böyük holdinqə bizi gördük ki, xahiş edirik. Videolar biraz daha belə ciddi olsun. Biz də dedik ki, biz də gülə-gülə dedik ki, necə ciddi ola bilər də? Yəni axı bir reklam necə bir ciddi ola bilər? Reklamda bir emosiya olmalıdır, bir komediya olmalıdır ki, insanlara maraqlı gəlsin və o maraqdan biz məhsul satmağa çalışaq da. Biraz bizim psixologiyadır. Yəni yavaş-yavaş cəmiyyət düzəlsə, yəni düşünərək də. Məsələn, mən rəngli geyəndə insanlar deyir ki, niyə rəngli geyinirsən? Amma əslində rənglər psixologiyası bizi bir növ özümüzü rahatladır. Yəni cəmiyyəti yox. Sadəcə məsələn mən özümü neqativ hiss edəndə, problemlər, stres olanda rənglərə baxıb artıq rahat olaram ki, hə, hər şey yaxşıdır. Və bizim cəmiyyətdə rəngli insanı görəndə insanlar hamı baxır. Niyə? Çünki hamı ağ-qaradadır və özünə baxıb o necə deyək, o stresi keçə bilmir. O rəngdə stresi tapır. Beyin ona deyir ki, o rəngə bax, stres keçəcək də. Ona görə hamı baxır bizdə rəngli.